Deməli 3x üzərinə gəlsin n2 alınır x3 n2 baş sərf tarazlıq bərabər kütlədə götürülübdür. 3x-dan n2 bərabər kütlədə götürülübdür və nəticədə 50 qram x3 n2 əmələ gəlibdir və eyni zamanda 22 qram da azot artıq qalıbdır. Deməli belə bir şey eləyək də. Məsələn, kimol hidrogen sərf olunub oksigenlə reaksiya girəndə bunun kütləsi neçədir? Sərf olunan kütləsi 36. Yəni bu 36 qram sərf olunur. Alınan maddə 36 qram olmalıdır. Yəni ki, 50 qram əgər x3n2 alınıbsa, bizim sərf olunan x dənə azotun kütləsinin cəmi 50 qram olubdur. Və eyni zamanda deyir ki, 22 qram azot artıq qalıbdır. Deməli, başda bunlar nə qədər imiş? Ümumi qazlar 72 qram. Və bizdə də şərtə bax, deyir, bərabər kütlədə götürülmüş. Deməli, 72, 36 buna, 36 buna düşəcəkdir. Hərəsinə 36. İndi 36 azot götürmüşük, amma nə qədər sərf olunubdur? 36 çıx 22, yəni 14-dür. Deyirik ki, 14 azota 36 qram x sərf olunubsa, 28-ə isə 3x. Biləcək ki, 12, x də bərabərdir neçə? 24, yəni B variantı.